Şuşanın hər daşında, hər bulağında mənim izim var. Mən təkcə şeirlər yazmadım, həm də susuz qalmış torpağıma su gətirdim. Unutmayın ki, insanın ən böyük gözəlliyi onun elmində və xeyirxahlığındadır. Mən insanların gözünə işıq bəxş edən həkim Zərifə Əliyevayam. Elm yolu çətindir, amma işıqlıdır. Mən ömrümü insanların sağlamlığına və elmə həsr etdim. İnsanın ən böyük sərvəti onun biliyidir. Heç vaxt öyrənməkdən yorulmayın. Seçdiyiniz sahənin ən yaxşısı olmağa çalışın. Unutmayın ki, təhsilli qadın həm güclü fərd, həm də savadlı gələcək deməkdir. Mən Reyhan Topçubaşova. Mən Azərbaycanın ilk peşəkar rəssam qadınlarından biriyəm. Mənim dünyam rənglərdən, fırçalardan və gözəlliklərdən ibarətdir. Mən xalqımın milli geyimlərini, gözəl mənzərələrini və dahi sənətkarlarımızın çöhrələrini kətan üzərinə köçürdüm. Mənim fırçam Azərbaycanın ruhunu, rənglərim isə onun zəngin tarixindən danışır. Qızlar, dünyanı rəngli görməkdən və xəyallarınızı çəkməkdən qorxmayın. Çünki sənət harda varsa, orada da işıq və sevgi var. Mən Salatın Əsgərova. Mən jurnalistəm. Silahım qələmim və həqiqətdir. Qarabağın hər qarış torpağını, orada olan döyüşləri dünyaya çatdırmaq üçün ön cəbhəyə getdim. Bununla da mən sübut etdim ki, vətəni qorumaq üçün təkcə əsgər olmaq yox, cəsur ürəyə sahib olmaq lazımdır. Unutmayın, həqiqət heç vaxt ölmür. Vətəninizi hər şeydən çox sevin. Mən Sara Xatunam, Ağqoyunlu dövlətinin ana dayağı, Şərqin ilk qadın diplomatıyam. Mənim dünyam təkcə saraylardan ibarət deyil. Mən uca dağları sülh naminə aşan, hökmdarlarla zəka savaşına girən bir elçiyəm. Mən xalqımın huzurunu, oğlum Uzun Həsənin dövlətini və torpaqlarımızın bütövlüyünü qorumağa özümə borc bildim. Mən tarixdə təkcə bir ana kimi deyil, ağlı və sülhsevərliyi ilə dövlət idarə edən qüdrətli bir Azərbaycan qadını kimi iz qoydum. Mən əsrlər əvvəl bunu sübut etdim ki, qadın ağlı dövlətləri xilas edə bilər. İndi isə növbə sizindir. Dünyanı öz ağlınız və cəsarətinizlə gözəlləşdirin. Mən Həmidə Cavanşir. Mən istəyirəm ki, bütün uşaqlar oxusun, hər kəs savadlı olsun. Kəndimizdə ilk məktəbdən açdım, uşaqlara əlifbanı özüm öyrətdim. Mən təkcə öz övladlarım deyil, bütün kimsəsiz uşaqların anası oldum. Mənim üçün ən böyük xoşbəxtlik bir uşağın gözündəki elm işığıdır. Unutmayın, kitab ən yaxşı dostunuzdur. Qızlarımız oxusa, gələcəyimiz daha işıqlı olar. Oxuyun ki, vətənimiz sizinlə qürur duysun. Mən Azərbaycanın Şəhərciyyə adını sönməz ulduzunu Leyla Rədəbəyliyəm. Unutmayın, əsl gözəlliyi yalnız xarici görünüşdən deyil, zərif davranışlarımızdan və ətrafa saçsın işıqdadır.